Əgər sən də astrologiyanın sosial mediadan oxuduğun aylıq, həftəlik və günlük bürc rəylərinin olduğunu düşünürsənsə, videonu tərk elə və mümkündürsə, bir də heç vaxt kanalımdan rastlama. Çünki mənim bu dəqiqə danışacaqlarım astrologiyanı sadəcə və sadəcə elm sahəsi kimi görən və daima buna inanan insanlar üçün olacaq. İndi isə gəldik başlıqda gördüyünüz kimi doğum xəritəsinin nə olduğuna. Biz həyata gözümüzü açdığımızdan bəri o ilk dəfə ana bətindən çıxıb doğuluruq ya və o andan bəri bizim üçün bir doğum xəritəsi yazılır. Və bu doğum xəritəsində sadəcə bizim və bugündən sonra bizim həyatımızda nələrin olacağı qısa bir fraqman, hətta uzun bir bölüm əks olunur. İndi isə məni yaxşı dinləyin. Astrologiya sadəcə doğulduğunuz gündə verilən bürc deyil. Mən, məsələn, tutaq ki, iyunun 15-də anadan oldum, əkizlər bürcüyəm. Xeyr, sən əkizlər bürcü deyilsən. Sənin sadəcə şəxsiyyətin əkizlər bürcüdür. Amma sənin insanlar arasında davranışın, insanlarla münasibətin, əkizlər bürcünün, məsələn, yazırlar, hər hansı bir bürc üçün bu partner uyğundur. Şir, nə bilim, oxatanla, əkizlər, dolça və tərəzi ilə anlaşar. Xeyr, burada əslində çox məqam var. Bizim hansı karyera yoluna getməyimiz və bundan əlavə necə bir partner seçməyimiz bizim doğulduğumuz tarixdən, bürcümüzdən yox, doğum xəritəmizdən asılıdır. Məsələn, sənin Merkuri bürcün insanlarla necə bir münasibətdə olduğunu göstərir. Sənin yüksələn bürcün sosial həyatda necə olduğunu göstərir. Sənin Venera bürcün sevgi məsələlərində və ailə həyatında necə olduğunu göstərir və bunlarla da bitmir. Həmin bu digər planetlərdəki bürcün və öz şəxsi bürcünün, onların yerləşdiyi evlər, dərəcələr, 2-3 dərəcələr olur. Bu dərəcələr 0 dərəcəsi, 16 dərəcəsi, bunların hamısı çox önəmli məqamlardır. Və sən bunlardan xəbərin olmayaraqdan özünə mən bəxtsizəm, mən çarəsizəm deyirsən. Heç düşünmüsən, mənim niyə hər zaman rastıma anlaşa bilmədiyim partnerlər, səhv partnerlər çıxır. Bəlkə sən öz doğum tarixini bilmirsən, öz doğum xəritəni heç hər hansı bir professional astroloqa yoxlatmayıbsan. Və bundan əlavə olaraq hər bir insanın bu həyatda bir arzusu olur. Məsələn, sən deyirsən, mən hüquqşünas olmaq istəyirəm, arzum budur və yaxud həkim və yaxud müəllim, heç fərq eləməz. Mənim həvəsim bu sahəyədir. Amma sən o sahəyə girdikdən, daxil olduqdan sonra sən fərqinə varırsan ki, əslində mən bu sahəyə aid deyilmişəm. Yaxşı, əldə elədim, çox gözəl, istədiyim universitetə qəbul oldum, amma nəsə elə bir əksikdir, mən xoşbəxt deyiləm. Əslində bunların hamısı sənin aid olduğun sahə də və sənin üçün doğru partner də, sənin üçün düzgün münasibət qavramları da hamısı sənin doğum tarixinə yerləşdirilib. Məsələn, çox qınadığınız bürclərə bir baxın. Əkizlər bürcü, heç görübsüz bəzi əkizlər, heç öz özəlliyini daşımır. Heç görübsüz balıqlar və yaxud xərçənglər, heç duyğusallığı özündə əks belə elətdirmir. Bunlar nədən asılıdır? Təbii ki də heç bir şey sizin anadan olduğunuz tarixdən asılı deyil. Hamısı doğum tarixindən asılıdır. Və bu dünyada artıq sübut olunubdur ki, astrologiya bir elm sahəsidir. Hətta çoxu məşhurlar, Donald Trump'ın özünün belə önəmli çıxışlar etməzdən, önəmli siyasi qərarlar almazdan əvvəl
bir astroloqla görüşdüyü tamamilə sübutlanmış bir şeydir. Doğum xəritənizi tamamilə professional bir astroloqa rəylətməkdən əvvəl sizin bilməniz gerəkən ilk şey dəqiq doğum tarixiniz və axşam və yaxud gündüzün düzgün saatı. Hansı saatın, hansı dəqiqəsində anadan olduğunuzu bilmək sizin doğum xəritənizi professional bir şəkildə çıxaracaq. Amma doğum saatını bilib dəqiqəsini tam yadınızda deyilsə, bunun da bir astroloq tərəfindən yenə də çıxarıla bilər. Bəs insanlar nəyə görə bəzən astrologiya elmindən soyuyurlar? Göy üzündə bəzən daha yaxşı belə izah eləyim. Özünüz eşidib olarsınız. Mən bunun da əvvəl videosunu çəkmişəm. Merkuri retrosu. Ay tutulmaları, günəş tutulmaları, dolunaylar, yeni aylar, bunların hamısı, nə bilim, Marsla Yupiterin qovuşumu, Satürnlə Neptünün belə kvadrat açıda qarşılaşması, oradan kraliyyət ulduzların filan dərəcədə, bunların hamısı insanların həyatına fərqli təsir eləyir. Və həyatınızda elə bir məqam var ki, tutaq ki, sizin həyatınızdakı, belə deyim, mükəmməl bir kraliyyət dönəminiz, belə deyim, yəni o bacarıqlarınızı, o nailiyyətlərinizi əldə elədiyiniz o müddəti doğum tarixini sizə deyə bilər. Sizin bəzi planetləriniz doğum xəritənizdə o qədər güclü ola bilər ki, ayın hər hansı bir tarixində, bəlkə hər ay siz bunu yaşayırsınız, bəlkə hər il bunu yaşayırsınız. Siz bu fürsəti qaçıra bilərsiniz. Məsələn, sizin doğum tarixinizdə 4 dənə kraliyyət ulduzu var normalda göy üzündə. Bunlardan biri çox aktiv ola bilər və bu həyatınızda sizin heç nə eləmədən sizə böyük nailiyyət qazandıra bilər. Təbii ki də bu sizin evinizə, doğum xəritənizə baxır. Mən insanları tanıyıram ki, bəzən öz doğum xəritələrini götürüb süni intellektlərə yoxladırlar. Amma sonra gəlib mənə verəndə deyirlər ki, bəs mən elədim, belə olmadı. Mənə dedilər bu ay, bu vaxt üçün ChatGPT, Gemini falan, bu vaxt sizin üçün uğurlu olacaq, heç nə də olmadı. Süni intellekt sadəcə sizə bunun haqqında məlumat verə bilər. Amma dərinliyini, sizin üçün düzgün partneri, sizin üçün doğru zamanı, o doğru zamanda nə eləyəcəyini heç vaxt verə bilməz. Adı üstündə süni intellekt. Hər neçə yaşında olursan ol, istər 20-lərində, istər 30-larında, istər 40-larında, istər də 50-lərində, hər zaman sən nailiyyəti, bacarığı əlinə ala bilərsən. Düzgün üsulla. Təbii ki, partnerlə arandakı o çətinlikləri çox rahat bir şəkildə də qaldıra bilərsən. Mənə bəzən insanlar gəlir, həm özünün, həm də qarşı cinsin doğum xəritəsini gətirir. Mən onlar üçün məsələn bir zamanlama verirəm və yaxud onlara tövsiyələr verirəm. Mən təbii ki, nə falçı deyiləm, nə psixoloq deyiləm. Bunların heç birisinin astrologiya ilə yaxından uzaqdan qram əlaqəsi yoxdur. Mən sadəcə insanlara doğum göy üzünün, planetlərin, doğum xəritəsinin və bunların hərəkətinin nə dərəcədə mükəmməl bir şey olduğunu izah etməyə çalışan bir astroloqam. Və bu sahədə tamamilə həddindən artıq çox təcrübələrim var. Əgər sən də öz doğum tarixini, öz doğum xəritəni mənə rəylətdirmək istəyirsənsə, TikTok hesabım Astrotita ilə əlaqə saxlaya bilərsən. Və əlavə sualın varsa da, mən onsuz da şərhlər bölməsində bütün rəyləri oxuyuram. Sağ olun və salamat qalın.